Salam. Seleksiyada şimal və cənub məsələlərinə görə testlər çox düşür. Gəlin baxaq. Burada deyir ki, həm şimalda, həm də cənub yarımkürəsində yerləşən mənşə mərkəzləri X və Y-i tapın. Bunları xəritə üzərində öyrənməyiniz daha məqsədyönlüdür. Baxın, buradan bir ekvator xətti çəksək xəritə üzərində. Deməli, ekvator xətti iki mərkəzi kəsir. Görürsünüz, bir Cənubi Amerika mərkəzini kəsir, bir Cənubi Asiya mərkəzini kəsir. Və həm şimalda, həm cənub yarımkürəsində yerləşən iki mərkəz olacaq. Deməli, Cənubi Amerika və ya And mərkəzi və Cənubi Asiya mərkəzi. Məsələn, ərazisinin daha çox hissəsi cənubda yerləşir. Bu, Cənubi Amerika mərkəzidir. Cənubi Asiyanın isə ərazisinin daha çox hissəsi isə şimalda yerləşir. Yerdə qalan Mərkəzi Amerikada, Aralıqda, Həbəşistanda, Cənub-Qərbi Asiyada bunlar şimal yarımkürəsində yerləşən mərkəzlərdir.